qul günah olan, yəni qul qorxur ki, bir şey günah ola bilər. Şübhədədir. Bu şey günahdır yoxsa yox? Bu şey haramdır yoxsa yox? Bu şey məkruhdur yoxsa yox? Və deyir ki, qul günah olar qorxusu ilə şübhəli şeyləri tərk etmədikcə müttəqilərin dərəcəsinə çata bilməz. Yəni, nə qədər sən həyatında o şübhəli şeylərdən çəkinəcəksənsə, o şeylərdən qorunmuş olacaqsan. Öz dinini qoruyacaqsan, axirətini qoruyacaqsan. Və həmçinin Həssən bin Əbi Sinən rahimehullah buyurur ki: "Mə rəeytu şey'ən əhvanu minəl vara. Da' mə yeribuka ilə mə la yeribuk." Buyurur ki, mən vara məsələsində bu hədis qədər asan olanını görmədim. Yəni sən vara əhli olmaq istəyirsənsə asandır. Necə olmaq olar vara əhli? Sənə vacibdir ki, yəni sən vara əhli olmaq istəyirsənsə bu şey etməlisən. Nə etməlisən? Şübhəli olan şeylərdən olmayan şeylərə yönəlməlisən. Bir şey sənə şübhə gəlir, indi misallarla qeyd edəcəm inşallah daha aydın olsun. Şübhəli gəlirsə tərk elə. Ona əməl edərək, şübhəli şeylərə əməl edərək dinini təhlükəyə atma. Və misallardan birincisi budur ki, məsələn, deyək ki, bir şəxs yəni uşaqlıq dönəmində, südəmər dönəmində bir qadınla eyni süd anasından deməli süd əmir. Eyni qadınla, diqqətli olaq. Və məhrəm sayılması üçün lazım olan süd əmmə sayısı nədir? 5. Və bu insan şübhədədir ki, bu 5 dəfə baş veribmi, yoxsa baş vermir. Çünki 5 dəfə artıq baş versə nədir? Bir-birlərinə nə olurlar? Məhrəm olurlar, evlənməkləri haramdır. Yəni süd bacı qardaşıdırlar. Və bu insan şübhədədir ki, görəsən, o 5 dəfə tamamlanıb, yoxsa ondan az olub həmin qadınla. Və niyyəti də odur ki, həmin qadınla evlənsin. Yəni o süd bacısı sayıla biləcək şəxslə. Və ona deyilir ki, bunun müqabilində sən bu şeydə şübhəlisənsə, onunla evlənmə. Və Peyğəmbər sallallahu aleyhi və səlləm bu hədisi "Da' mə yeribuka ilə mə la yeribuk." Yəni şübhəli şeylərdən olmayan şeylərə, yəqinliyə yönəl. Sonra ikinci misal, məsələn, bir şəxs paltar almaq istəyir. Alıb yox. Aldıqdan sonra hökm soruşulmur qardaşlar. Hökm nə vaxt tətbiq olunur? O şeyi etməmişdən əvvəl. Bəzən görürsən ki, qardaşlar bir şey edir, etdikdən sonra gəlir soruşur ki, bu şeyin hökmü nədir? Artıq onun halal, haram olmasının heç bir adiyyəti olmayacaq, heç bir dəyəri olmayacaq artıq. Niyə görə? Artıq bu şey sən etmirsən. Nə vaxt dəyəri olur, hökmün nə vaxt dəyər qazanır, o şeyi etməmişdən əvvəl hökmünü soruşmalı. Ona görə də orada nə işə düşməlidir qardaşlar? Allah qorxusu. İnsan ona görə Allahdan qorxmalıdır. Əməl etməmişdən öncə o şeyin halal haramlığı barəsində fətva soruşmalıdır.